Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün mart ayının 21-i, həftənin şənbə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. Sumqayıtda tonqal yandırılan zaman partlayış olub və xəsarət alanlar var. Fövqəladə Hallar Nazirliyi bununla bağlı məlumat yayıb. Nazirliyin 112 qaynar telefon xəttinə Sumqayıt şəhər 7, 8 və 12-ci məhəllənin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub. News 365 az saytı xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin qaynar xətti məlumat yayıb. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandırılan zaman ani partlayışın baş verməsi müəyyən olunub. Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb. Hadisə ilə bağlı əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.